Salam əziz şagirdlər və abituriyentlər. Bugünkü dərsimizin mövzusu atomun tərkibi və elektron formuludur. Ümumiyyətlə bir mənalı olaraq bilməliyik ki, atom kimyəvi bölünməyən ən kiçik hissəcikdir. Obrazlı şəkildə ifadə etsək, məsələn, bir divarın əsas tikinti materialı kərpicdir də bilirik. Kərpicdirsə, əgər bir divarın əsas tikinti materialı atomlardır, sanki həmin maddələrin əsas tikinti materialıdır. Bəs belə bir sual olunur ki, atom bölünəndirmi? Eramızdan əvvəl Yunan alimləri, məsələn Demokrit, maddənin ən kiçik hissəciyinə parçalana bilməyən mənasında atom adı vermişdir. Lakin hal-hazırda elm sübut eləyir ki, atom özü də mürəkkəb bir hissəcikdir. O proton, neytron və elektron adlı üç hissəcikdən ibarətdir. Atomun quruluşunun bir neçə modeli var. Bizə ən yaxın olanı Rezerford modelidir. Hansı ki, baxın, bu solda görülən model Rezerford modelidir. Bu modeldə deyilir ki, atom çox kiçik hissəcik olub, müsbət yüklü nüvədən, baxın göstərirəm, müsbət yüklü nüvədən və onun ətrafında orbitlər üzrə fırlanan mənfi yüklü elektronlardan ibarətdir. Elektronlar nüvənin ətrafında fırlanaraq elektron buludlar əmələ gətirirlər. Mənfi yüklü hissəciklərdə elektronlar, nüvə protonlardan və neytronlardan ibarətdir. Yəni atomun bütün kütləsi məhz bu nüvədə toplanmışdır. İndi isə biz bir sonraki dərslərimizdə, yəni bir sonraki slaydlarda mən deyəcəm proton nədir, neytron nədir, onların cəmi bizə deməli atomun ümumi kütləsini verir, yəni kütlə ədədini verir. Proton sayı elementin dövrü sistemindəki sıra nömrəsini və nüvənin yükünü müəyyən edir. Baxın, dövrü sistemdə də biz sıra nömrələrini qeyd eləmişdik. Məsələn, hidrogen birinci element idi sıra nömrəsinə görə. Daha sonra ikinci gəlirdi helium, sonra üçüncü gəlirdi litium. Yəni o sıra nömrələri ki, rəqəmlərlə göstərilmişdi. Həmin o sıra nömrələri protonların sayıdır. Neytronların yükü isə 0 qəbul olunur. Protonların və neytronların cəmi bizə nüvəni verir, nüvənin yükünü verir. Orbitallar isə atomda həmin bu elektronlar bu orbitallar üzrə hərəkət edirlər. Gəlin bir nümunə üzərində mən sizə izah edeyim ki, kütlə ədədi nədir? Neytron, proton, C, yəni yük və elektron sayı. Natrium elementinə baxaq. Uşaqlar, natrium elementi deməli dövrü sistemdə 11-ci yerdə yerləşir. Yəni onun sıra nömrəsi 11-dir. Baxın aşağıda. O sıra nömrəsi həm də onun protonlarının sayıdır. Ən yuxarıda kütlə ədədi verilir. Kütlə ədədi isə biz kimyanın ilk anlayışlarında danışmışdıq. Nisbi atom kütləsi, nisbi molekul kütləsi anlayışı ilə tanış olmuşduq. Həmin o nisbi atom kütləsi natrium üçün 23 qəbul edilmişdir. Həmin o 23, yəni bizə kütlə ədədi məlum olduqdan sonra, proton sayı məlum olduqdan sonra biz bilirik ki, kütlə ədədi protonların və neytronların cəmindən ibarətdir. Əgər bizə proton məlumdursa, kütlə ədədi məlumdursa, asanlıqla neytronu tapa bilərik. Həmin o kütlə ədədindən çıxarıq proton sayını, bizə verər neytronların sayını. İndi gəlin elektronlara və yük anlayışı ilə tanış olaq. Ümumiyyətlə, uşaqlar, hesablamaları necə aparırlar? Baxın, xlor elementi üçün mən çox bəsit şəkildə izah vermişəm. Atom kütləsi nədir, neçədir? 35. Proton sayı, yəni həmin xlorun sıra nömrəsi, dövrü sistemdə sıra nömrəsi 17-dir. Yəni proton sayı 17-dir. 35-dən çıxarıq 17-ni, bizə neytron sayı verər 18. Yükü isə 0-dır. Məsələn, yükü 0 qəbul olunub. Elektron sayı, əgər yük 0-dırsa, uşaqlar, elektron sayı ilə proton sayı bir-birinə bərabər olur. Bir öncəki slaydda isə biz natrium üçün müsbət yük qəbul etmişik. Niyə görə? Çünki natriumun deməli elektronlarının sayı protonlarının sayından kiçikdir. Yəni əslində burada plus işarəsi onu deyir ki, yəni elektronların, baxın, sağda da göstərmişəm, C bərabərdir P çıxılsın Y və yaxud da Y plus C bərabərdir P-yə. Yəni, yük proton çıxılsın elektron, yəni bir deməli elementin yükü, yəni onun ionu yükü bərabərdir proton çıxılsın elektron. Əgər protonlar çoxdursa elektronlardan, onlar müsbət yüklü olacaq. Yəni 11-dən 10-u çıxanda müsbət yüklü, müsbət 1. Bir əslində yazılmır. Ancaq ki, yəni müsbət olduğu onun müsbət 1 olduğu anlamına gəlir, mənasına gəlir. Və yaxud da Y plus C bizə P-ni verir. Yəni, onun üzərinə 1 gəlirik, bizə verir proton sayını. Yəni, proton sayını bu şəkildə də tapa bilərik. Bizə testlərdə verə bilər elektron sayını, nüvənin yükünü, yəni plus və ya minus olduğunu, plus 3 yaza bilər, 4 yaza bilər. Biz bir mənalı olaraq bilməliyik ki, həmin elektronun üzərinə o hansı ki o yükü gəlirik, o bizə deməli protonun sayını verir.
İndi gələk iyonlara, yəni kation və anionlara, bayaq danışdığımız müsbət və mənfi yüklərə. Atomlar elektron verməklə və ya özlərinə elektron birləşdirməklə yüklü hissəciklərə çevrilirlər. Bu yüklü hissəciklər ion adlanır. İonlar iki cür olur. Müsbət yüklü iyonlar, yəni kationlar və mənfi yüklü iyonlar, yəni anionlar. Müsbət yüklü iyonlar əsasən metallar olur. Yəni dövrə sistemində metallardır. Anionlar isə əsasən qeyri-metallar olur. Kationlardır, natrium, kalium, hər biri müsbət 1, kalsium müsbət 2, alüminium müsbət 3, maqnezium müsbət 2 deməli yüklə malikdir, kationdular. Anionlardan xlor, brom mənfi 1, daha sonra kükürt mənfi 2, oksigen mənfi 2, fosfor mənfi 3 oksidləşmə dərəcəsi göstərir. Və yaxud da mənfi 3 əslən oksidləşmə dərəcəsi də göstərilir və yaxud da ionun da nömrəsi, anionu da kimi də adlandıra bilərik. İonun yükünü necə hesablamaq olar? Deməli, kalsium atomu görürük, neytraldır, çünki yüksüzdür, yükünə baxın, sıfırdır ilk növbədə. Yenə protonu atom kütlə ədədi deməli tapdıqdan sonra neytronu da tapırıq. 20, 20, 40 elektron sayı da neytral olduğu üçün elektronla proton sayı bir-birinə bərabər olur. Yəni 20, 20. Kalsium atomu 2 elektron verdikdə müsbət yüklənir. Baxın, verdiyi üçün çıxırıq, elektron özü də mənfidir. 2 dənə mənfi müsbətə çevrilir. Və bir mənalı olaraq bilməliyik ki, əgər 2 elektron verirsə, elektron özü də mənfidir. Və verdiyi üçün də mənfi işarəsi 2 mənfi bizə müsbət verir. Yəni, həmin atom müsbət yüklənəcək. Çünki atom elektron verərkən proton sayı elektron sayından çox olur. Baxın, elektronunu verdi. Elektron verdiyi üçün elektronu 20-dən 18-ə düşəcək. Nəticə etibarilə də biz müsbət 2 yazacağıq burada. Daha sonra hər hansı bir X elementi üçün yenə neytral hissəcikdir. Yəni neytral atomdur, yüksüzdür, yükü yoxdur. Özünə 3 elektron qəbul etdikdə, baxın biz bayaq 2 elektronu vermişdik. İndi isə 3 elektronu qəbul edirik. Qəbul etdikdə müsbət olur. Elektron da öz növbəsində mənfidir, mənfi yüklüdür. Müsbət və mənfi olur. Bu riyazi hesablamalarda da belədir. Müsbət mənfi bizə mənfini verir. Biz bayaq yazırıq X-in yuxarısına mənfi 3. Yenə proton sayını 15 yazırıq. Elektron sayını isə necə tapırıq? Yəni bu 15-in mənfidirsə 3. Onu müsbət kimi qəbul edirik. 15-in üstünə 3 gəlirik, alınır 18. Yenə protonu tapmaq istəyiriksə 18-dən çıxacaq 3-ü, alınacaq 15. İndi isə gəlin bir digər maraqlı mövzulardan olan izotop, izoton və izoelektron anlayışlarına. Protonların sayı eyni, kütlə ədədləri, həmçinin neytronları sayı müxtəlif olan eyni bir element atomlarına izotop deyilir. Neytronların sayı eyni, protonların sayı fərqli olan atomlara izotonlar deyirlər. Baxın, izotoplarda sonu P-dirsə, yadınızda qalsın ki, burada artıq protonların sayı eynidir. İzotonlarda neytronları sayı eynidir, sondakı eynə görə. İzoelektronlarda da elektronların sayı eyni olan ion və azo atomlar izoelektrondur. Uşaqlar, indi isə gəlin baxaq elektron formuluna, energetik səviyyələr və orbitallar anlayışına. Ümumiyyətlə, indi atomun elektron quruluşunun əsasını təşkil edən energetik səviyyələr və orbitallar mövzusuna baxacağıq. Ümumiyyətlə, bu mövzunu başa düşən şagird elektron konfigurasiyasını, periodu və qrupu artıq rahat tapa biləcək. Gəlin, birinci başlayaq energetik səviyyələrdən. Ümumiyyətlə, uşaqlar, hər bir atom nüvə ətrafında müəyyən orbitallar üzrə hərəkət edir. Və onların hərəkəti planetar sistemi xatırladır. Sanki nüvə, yəni bizə günəşi, onun ətrafında hərəkət edən, orbitallar üzrə hərəkət edən elektronlar isə bizə planetləri xatırladır. Yəni, düşünün ki, bilirsiniz ki, günəşə ən yaxın olan planet Merkuridir. Onu təsvirən nəzərimizdə saxlayaq ki, yəni, nüvəyə ən yaxın olan elektron birinci səviyyədə yerləşəndir. Daha sonra ikinci səviyyədə yerləşən elektronlar, üçüncü səviyyədə yerləşən, dördüncü səviyyəyə getdikcə baxırsınız ki, elektronlar getdikcə nüvədən uzaqlaşırlar. Yəni, bu açıq-aydın şəkildə görünür. Və uzaqlaşdıqca da onların enerji səviyyələri də artır. Yəni, baxın uşaqlar, hər bir orbital
həmin o birinci, ikinci, üçüncü, dördüncü səviyyələrdən ibarətdir. Və o səviyyələr də öz növbəsində S, P, D və F yarım səviyyələrindən ibarətdir. Baxın, nüvəyə ən yaxın olan element, yəni elektron, yəni birinci səviyyədə yalnız S orbitalı var. Bunu belə şəkildə izah edə bilər ki, hər bir energetik səviyyə yarım səviyyələrə bölünür. Yəni birinci səviyyədə yalnız S, ikinci səviyyədə S və P, üçüncü səviyyədə S, P və D, dördüncü səviyyədə isə S, P, D və F yarım səviyyələri var. Deməli, S, P, D, F yarım səviyyələri dövr artdıqca mərhələli şəkildə əlavə olunur. Yəni, baxın, əslində bu enlər ki var, 1, 2, 3, 4-cü bu dövrlər, bunlar hamısı dövrlərdir. Elementlərin dövrü cədvəlində dövrlər üzrə bilirik ki, birinci, ikinci, üçüncü dövrlərimiz var, 4, 5, 6, 7 dövrümüz var da. Yəni, element, hər bir nüvə öz ətrafında 7 dənə belə deməli, energetik səviyyəsi ola bilər. Yarım səviyyələr də bu S-D, P-D, D-D, hansı ki bunlar yarım səviyyələr idi. Hər bir səviyyənin yarım səviyyəsi, hər yarım səviyyələrin də orbitalları var. Gəlin baxaq orbitallara. Orbitallarımız S yarım səviyyəsində bir orbital. Baxın, mən bu cədvəldə nəyi göstərmişəm? S səviyyəsində və yaxud da burada da görə bilərik onu. S səviyyəsində 1, P-də 3, D-də 5, F-də isə adətən 7 orbital olur. Hər bir orbital isə, uşaqlar yadınızda saxlayın ki, hər bir orbitalda maksimum 2 elektron qəbul edir. Əslində, bunu siz necə yadda saxlaya bilərsiniz? Baxın, bu səviyyələrdə artıq səviyyələri planetar sistemlə bildik. Hər bir səviyyə yarım səviyyələrdən ibarətdir. Yəni, birinci səviyyədə S, 2-də SP, bunlar yarım səviyyələrdir. Üçüncü dövrdə, yəni üçüncü energetik səviyyədə deməli, SPD yarım səviyyələr, 4-də isə SPDF yarım səviyyələr var və hər yarım səviyyə, məsəl üçün S yarım səviyyəsində deməli birdən orbital olur. Hər orbitalın da içində 2 elektron olur. Baxın, mən bunu necə göstərmişəm? Baxın, litium sıra nömrəsi 3-dür. Sıra nömrəsi 3 olduğu üçün birinci yarım səviyyədə və ikinci yarım səviyyəni tutur. Birinci yarım səviyyədə 1S, birinci yarım səviyyə bilir ki, yalnız S orbitalından ibarətdir, S. İkinci yarım səviyyə isə SP. Üçüncü yarım səviyyədə boşdur. İndi bu üçü biz bu səviyyələrdə, bu orbitalların içərisində həmin elektronları doldurmalıyıq. Birinci səviyyə 2 elektron tutduğu üçün 1S2, geriyə 2 elektron tutduğu üçün 3-dən 2 çıxırıq, geriyə qalır 1. Olur 2S1. Yenə berilyum üçün eyni qaydada, əgər deməli bilirik ki, birinci yarım səviyyədə S-dir, hər bir orbitalda 2 elektron tutur. S də bir dənədir, bilirik orbital. Baxın, ikinci yarım səviyyədə S və P var, görürsünüz. Əslində bunlar çox rahatdır, sadəcə başa düşdükdən sonra hər şey aydın olur. Deməli, berilyumda elektron sayı 3-dür, 4-dür. 1S2, yerdə qalır 2 dənə. O da 2S2-nin payına düşür. Əgər 3 dənə qalsaydı, baxın burada 3 dənə qalır. 1S2, 3 dənə qaldığı üçün S-də 2S, 2P bilirik ki, ikinci yarım səviyyədə, ikinci səviyyədə həm S, həm də P yarım səviyyəsi var. 2 dənəsini tutduğu üçün S2S2, P-yə də 1 dənə düşür. Belə-belə bu qayda ilə biz bu yarım səviyyələri doldururuq. Bu düstur yalnız energetik səviyyə üçün deyil. Baxın, bu 2n, baxın bu düstur, 2n kvadrat. Yəni, burada n-in yerinə 1 qoymaqla biz oradakı elektronların sayını tapa bilərik. Yəni, həmin səviyyədə. Birinci səviyyədə yalnız 2 elektron olur, ikinci səviyyədə 8. Çünki o ikinci səviyyədə ikisini S tutur, qalan 2, 2, 2. 3 dənə də orbital P-də olduğu üçün orada da 6 olur bu say. Energetik səviyyələri, yarım səviyyələri və orbitalları başa düşdükdə, ümumiyyətlə uşaqlar, elektron konfigurasiyası artıq qorxulu mövzu olmur. Növbəti dərsdə isə bu biliklərdə atomların elektron quruluşunu yazacağıq, onları da izah edəcəm. Gəlin birinci dövr, ikinci dövr, üçüncü dövr elementlərinə baxaq. Hansı ki, səviyyələr üzrə biz demişdik ki, bu energetik səviyyələr, yəni birinci, ikinci, üçüncü, dördüncü səviyyələr bizə həm də onların dövrlərini göstərir. Baxın, hidrogen birinci dövr elementidir.
Çünki orada yalnız bir dənə elektron var və o elektron nüvə ətrafında hərəkət edir müəyyən bir orbital üzrə. Birinci dövrdə atomların birinci energetik səviyyəsi dolur. Birinci səviyyədə yalnız bir s orbital olur və hər bir orbitalda maksimum 2 elektron tutur. Yəni hidrogen atomunda 1 elektron, yəni 1s1, helium atomunda isə 2 elektron var. Ona görə də 1s2. Daha sonra ikinci dövr elementlərində birinci energetik səviyyə dolur. Artıq çünki ikinci dövr elementi deyilsə, artıq birinci dolmalıdır ki, elektronlar növbəti ikinciyə keçə bilək. Ona görə də biz ona ikinci dövr elementləri deyirik. İkinci dövrdə isə dediyimiz kimi atomların birinci energetik səviyyəsi dolur. İkinci səviyyədə 4 orbital var. Baxın, 1s və 3p. Orbitallar elektronlarla qarışdırmayın. İkinci səviyyədə 4 orbital var. Yəni ikinci səviyyədə bir dənə s orbitalı var. 3 dənə də p orbitalı var. Əslində bu orbitallar fəzada yerləşməsinə görədir. S yalnız 1-dir. P isə 3 istiqaməti üzrə px, py, pz istiqaməti üzrə deməli istiqamətlənə bilir fəzada. Ona görə də 3 dənə p orbitalı var. Hər orbitalda 2 elektron tutur. Yəni 2s2, 2p6 cəmi 8 elektron mövcuddur. Daha sonra üçüncü dövr elementlərinə baxaq. Üçüncü dövrdə atomlarının birinci və ikinci energetik səviyyələri tamamilə dolur. Üçüncü dövrdə görürük ki, atomların birinci və ikinci energetik səviyyələri dolur. Üçüncü səviyyədə 9 dənə orbital var. 1 dənə s, 3 dənə p, 5 dənə d orbitalı. Hər orbitalda maksimum 2 elektron tutur. Dördüncü dövr elementlərində isə baxın, kaliumdur, kalsium, daha sonra skaniumdur, deməli xromdur, misdir. 4s yarım səviyyəsinin enerjisi 3d yarım səviyyəsinin enerjisindən az olduğuna görə əvvəlcə 4s, daha sonra isə 3d yarım səviyyəsi dolmağa başlayır. Baxın, səviyyələrdə də hətta enerjilərin, yarım səviyyələrdə də enerji fərqlərinə görə dolmalar fərqlidir. Əslində birinci, üçüncü yarım səviyyə dolmalıdır. Daha sonra dördüncü səviyyəyə keçməliyik. Amma üçüncü səviyyədə d orbitalı olduğuna görə, yəni yarım səviyyəsi olduğuna görə bu d yarım səviyyəsinin enerjisi 4s-ninkindən azdır. Ona görə də əvvəlcə 4s, daha sonra 3d olur. Baxın uşaqlar, burada 4s1 göstərmişəm. Kaliumu doldururuq, yəni həmin sıra nömrəsini, yəni buradakı 19 protonu, elektron konfigurasiyasını yazırıq. 1s2, 2s2, 2p6, baxın, S-də 1 orbitaldır, P-də 3 orbitaldır, hər orbital 2 elektron tutur, ona görə 2p6. Daha sonra yenə eyni qayda ilə 3s2, 3p6 və tam dolduqdan sonra görürük ki, artıq say 18-dir. Bir dənə də 19, 4s1-in payına düşür. Daha sonra kalsiyumda 1s2, 2s2, 2p6, 3s2, 3p6 doldu. 18 dolduqdan sonra keçirik 4s2-yə. Çünki yenə qeyd etdiyimiz kimi D orbitalına hələ gəlib çatmamışıq. Yəni əvvəlcə 4s olur. Daha sonra ehtiyac varsa 3d dolmağa başlayır. Yəni bilirsiniz, kalsiyum əsas yarım qrup elementidir. S-dir, P-dir, bunlar əsas yarım qruplardır. D isə əlavə yarım qrupdur. Yəni əgər bir deməli maddənin elektron konfigurasiyasında D görürüksə, o artıq əlavə yarım qrup elementidir. Elektronların orbitallara dolma ardıcıllığından mən burada başlayayım ki, necə dolur. Deməli, bayaq da bunu mən əslində izah eləmişdim ki, baxın uşaqlar, hər bir səviyyənin deməli yarım səviyyələri var və yarım səviyyələrin də öz növbəsində orbitallar və elektronlar var. Deməli, birinci yarım səviyyə, ikinci yarım səviyyə, üçüncü yarım səviyyə natrium üçün baxırıq. Birinci yarım səviyyədə bilirik ki, yalnız S orbitalı var. 1s2 üstə gəlinsin. İkinci yarım səviyyənin orbitalları S və P-dir. S-də 2, P-də 6 elektron. Onları da doldururuq. Say oldu 10. Daha 10 olduqdan sonra digər biri isə artıq 3s-in payına düşür. 3s1. Yəni cəm 10 olduqdan sonra 11-dən çıxacaq 10-u bərabər 1 elektron 3s1 olacaq. Yəni 3-cü səviyyə üçün elektron payı 1 olacaq. Gəlin indi elektron formuluna əsasən dövr və qrupun müəyyən edilməsinə baxaq. Məsələn, natrium elementi.
Natrium bilirik ki, əsas yarım qrup elementidir. Üçüncü dövrdə yerləşir. Bunu elektron konfigurasiya əsasən tapırıq. Belə ki, elektron konfigurasiyanı yazdıqdan sonra 1s2, 2s2, 2p6, 3s1. Sonuncu deməli hissə, sonuncu səviyyə bizə həmin elementin dövrünü və qrupunu verir. Yəni natrium elementi 3-cü dövrdədir. 3-cü əsas deməli səviyyə ki var. 3-cü səviyyəni doldurduğu üçün həmin o səviyyələri də bayaq qeyd etdiyim kimi dövrləri bildirir bizə, dövrləri göstərir. Həmin o 3 bizə dövrü, yəni natrium elementi 3-cü dövrün S1 olması isə S bilirik ki, əsas yarım qrupdur. S və P səviyyələri harda varsa sonda S və P ilə bitən əsas yarım qrup elementləridir. S ilə bitdiyi üçün əsas, bir də yazılıb S1 birinci A qrupunun əsas yarım qrup elementidir. Kalsiyuma baxsaq, eyni şəkildə doldururuq. 1s2, 2s2, 2p6, 3s2, 3p6 və 4s2. İndi deyəcəksiniz ki, 3p3, 3s, 3p və 3d hardadır? Kalsiyum elementi, uşaqlar, əsas yarım qrup elementidir. Ona görə də biz onu 3d olaraq yox, 4s, birinci 4s-i doldururuq. 4s-i doldurduqdan sonra, baxın, 3-cü yarım səviyyə tam dolduqdan sonra D-ni doldurmamışdan qabaq birinci S-i doldururuq. Əgər S-i doldurduqdan sonra hələ də elektron sayı qalıbsa artıq, onda D-ni doldururuq. Baxın, burada heç nəyə ehtiyac yoxdur. Artıq deməli 18 dolur. 1s2, 2s2, 2p6, 3s2, 3p6, 3d dolmazdan qabaq 4s dolmalıdır. Yəni enerji səviyyəsinin yəni D səviyyəsinin D yarım səviyyəsinin enerjisi S yarım səviyyəsinin enerjisindən az olduğuna görə əvvəlcə 4S səviyyəsi dolur. Daha sonra isə D səviyyəsi, əgər elektron qalarsa. Burada elektron qalmır, çünki 18 dənəsi 1, 2, 3-cü səviyyələri tutduqdan sonra 4S2 həmin o bu elektron formulu tamamlayır. Nəticə etibarilə də deyirik ki, sonuncu hissədə əsasən kalsiyum 4-cü dövrün ikinci əsas yarım qrup elementidir. Gəlin fosfora baxaq. Fosforda eyni qayda ilə 15-dir. Sırayla doldururuq. 1s2, 2s2, 2p6, 3s2 və sonda 3s2 olduqdan sonra olur 12, 3p3 dolur, olur 15. P olduğu üçün əsas yarım qrupdur. Yenə qeyd edirəm. Burada artıq necədir? 3-cü dövr, baxın 3-dür, 3-cü səviyyədir, 3-cü dövr, yuxarıdakı 2 və 3 qırmızıladığım 2 və 3 olan hissələr isə cəmlənir və bizə qrupun nömrəsini verir. P ilə bitdiyi üçün isə əsas yarım qrup elementi olur. 5A əsas yarım qrup elementi. Dəmirdə isə necədir? Baxın, dəmirdə yenə eyni qayda ilə kalsiyumda olduğu kimi onu da izah edəcəm. Deməli, 1s2, 2s2, 2p6, 3s2, 3p6 dolduqdan sonra əvvəlcə D dolmamışdan qabaq 4 dolur, 4s2. O dolduqdan sonra artıq görürük ki, 20 tamam olduqdan sonra 6 elektron boş qalır. O 6 elektron da 3D-nin payına düşür. 3D-də də bilirik ki, 5 dənə orbital var. Hər orbitalda 2 elektron tutur. Yəni 3D-də maksimum 10 elektron ola bilər. Onun da 6-sı məlum məsələdir ki, D-nin payına düşür. Və ona görə də biz sonu D ilə bitdiyi üçün deyirik ki, 4-cü dövr, ən sonuncu 4-cü olduğu üçün deyirik 4-cü dövrün 8-ci, yəni S ilə sonuncu 4S, S-in ikisi ilə 3D-nin 6-sı cəmlənir. Deyirik ki, dəmir elementi 4-cü dövrün 8-ci əlavə yarım qrup elementidir. Baxın, qeyd etmişəm aşağıda da D elementləri B yarım qrupunda, S və P elementləri isə A yarım qrupunda yerləşir. Gəlin atomların həyəcanlanmasına baxaq. Ən maraqlı mövzulardan biridir. Ümumiyyətlə, atomların həyəcanlanması həmin deməli, element atomlarının valentliyi ilə birbaşa əlaqəlidir. Mən sizə kimyanın ilk anlayışlarında valentlik anlayışından danışarkən qeyd etmişdim ki, sabit valentli deməli, elementlər var, bir də dəyişkən valentli elementlər. Dəyişkən valentli elementlər onların elektron konfigurasiyasındakı o həyəcanlanmaya əsasən dəyişkən valentlik göstərir. Məsələn, xlora baxın uşaqlar. Xlor da quruluşuna baxsaq, əsasən həyəcanlanmalar sonuncu yarım səviyyəyə görə aparılır. Yəni, baxın, burada 3-cü yarım səviyyələr var xlor elementinə görə. Çünki xlor 17 elektronu var və yəni sıra nömrəsi 17-dir və yazdıqdan sonra 3s2, 3p deməli 5 qalır və o 5 sonuncu bir dənə cütləşməmiş elektronu var. Normal halda, baxın, adi halda. Yəni o sondakı 1 onun
rabitə əmələ gətirməsini göstərir. Yəni bir dənə cütləşməmiş elektron varsa, o xlor bir valentli olur. Daha sonra xlor başlayır həyəcanlanmağa. 3P-dən bir dənə elektron gəlir D-yə. Baxın, 3P-nin ikinci ortada yerləşən 2 dənə deməli əks spinli elektronlardan biri gedir, düşür D-nin payına. Yəni həyəcanlanır. Yerdə 1, 2, 3. 3 dənə cütləşməmiş elektron olur. Nəticə etibarilə həmin xlor 3 valentli olur. Yəni özünə 3 dənə deməli elektron atomu birləşdirə bilər. Daha sonra P-nin digər bir deməli cütləşmiş elektronlarından biri düşür D-nin payına. Yenə hesablasaq 1, 2, 3, 4, 5. 5 dənə cütləşməmiş elektron olduğunu görərik. Və nəticə etibarilə də həmin xlor atomu 5 valentli olur. Daha sonra S-də olan bir cütləşmiş elektron yenə həyəcanlanır və D-yə ötürülür. O zaman deyirik ki, saysaq 7 dənə cütləşməmiş elektron var və xlor 7 valentli olur birləşmələrdə. Bu zaman həyəcanlanma zamanı 7 valentlik göstərir.